Elə bilirlər gedib qabil döyəcəklər, nə mobisin beləyəcəklər. Hökumət dəyişir, kişi. Qadın Əliyev, hökumət dəyişir. İlham Əliyev kimi döydürübsə, o döydürməyə göndərib, öldürməyə, vurmağa, yaralamağa. Hamısının İlham Əliyev ölüm əmrini verir. Siqnal almışam mən. Dostlar, ala baxın, ay mənim gözəl insanlarım, gözəl millətim. Mənim Qarabağdan əlaqələrim çoxdur. Baxın, ala. İlham, orada başqa adamın şirkəti var idi mi? Ay tövbə yox idi. Ay tövbə yox idi. Erdoğanın və Əliyev ailəsinin şərikli şirkətləri idi. Eləmi elə? Eləmi elə? Ay, Qarabağda heç 160 kəndi olan, 140 kəndi olan rayonlar var idi. Ay, heç orada 2 kəndi belə bərpa eləməyibsiniz. Xeyr ola bu texnikaları satırsınız. Özü də 3 qat aşağı qiymətə. Xeyr ola. Dəyərlənmədənəm, İlham Əliyev ailəsi qaçır. İlham Əliyevin ailə şirkətləri bütün texnikaları satır. Sudan ucuz satır. Oo, bu arada KAMAZ hədiyyə elədilər ha. Həm də şirkət dağılır, şirkət satılır. Ona görə KAMAZın da birini hədiyyə elədilər. Darmadağın dağıdırlar. Bəli, ala baxın. Ala baxın. Baxın, ala. 16.000 manatlıq kon, 52 metrəlik pompa, 2008-in soyuducusu 35.000 manat, digər maşınlar da var burada. Hova var, 62.000 manat, Dosan kom var. Sonra bu... Ay, nə oldu? Qarabağda işlər qutardı mı? Nətər oldu? Niyə satırsınız ay? Bu boyda texnikaları niyə satırsınız? Axı orada rayonlar tikilməlidir, işlər görülməlidir. İlham qaçır eləmi? Hay səni gidi səni İlham Əliyev. Artıq qaçır elə İlham Əliyev. Ay, bir dənə icra başçısı belə işdən çıxarılacağının mesajını aylar öncədən alır və pul mu, adam mı tapıb yerində qalmaq istəyir, ya yerini dəyişmək istəyir. Ya türməyə girməmək üçün pul vermək istəyir. Adicə bir müəllim belə işdən çıxmağını aylar öncə bilir. Bu prezident da ki. Bunu əslində İlham Əliyev 2023-də getməli idi. Sadəcə ortaya bəzi məsələlər girdi. İndi isə daha atilidir. Digər maşınlarımız Ateko var, 17 yarımlıqdır, Lapalı'da arkası, bu soyuducunun arkası Lapalı'dır. 2001-ci ilin man komandordur, 2013-ün Samasvat Degazı'dır, Dingillidir, 2007-ci il 30.000 manat budur. Sonra su maşını var, 16 tonluq. 16 tonluq 2012-ci ildir. Belə bir maşın. Hamısı şirkət. Ay ki, bir şirkətdir. Bütün şirkətin əmlakını satışa çıxartdılar. Bir şirkət də öyle, bütün şirkətlər. Ay ki, Qarabağda. Bilirəm də necə maşınlara ehtiyac var idi orada. Hamısı şirkət maşınlarıdır, su daşıyanınla, yol basanınla, nə bilim, beton qarışdıranınla, tırınla, yükünlə, kumkunla, hər şeylə satırlar. Özünə tələsirlərsə, şirkəti şirkət kimi də satanmırlar, ha. Kim də alan bu soxa-soxda. Tez maşınları satırlar. Baxın, dəyərlənmə, alaq. 45.000 manata dəst komplekti. 47 metrəlik 5 sterlalı pompa var. Vay. Kranları da satırlar. Universaldır, balka barabandır. Sonra bir dənə Ford Cargo var. Adam, hamısı şirkətdir də, hamısı satırlar maşınları. Ay, 100 minlik maşın, mən bilirəm də, uşaqlar mənə deyir də. 100 minlik maşın neçədir bilirsiniz? 30 minə. 90 minlik, 100 minlik maşın 30 mindir. Bugün mənə dedilər ki, ay o KAMAZ var verdilər, ikinci el KAMAZ'dır, Samasvat'dır, qiyməti 90 mindir. Elə KAMAZ'a 30 minə satırlar. İlham Əliyev komanda veribdir. Dağıdın satın. Dağıdın satın. Və bunun baxışını keçiribdi İlham Əliyev. Birbaşa, sonuncu dəfə Qarabağa getdi, ha İlham Əliyev. Xüsusilə şirkətdə bütün maşınları düzdü. Dalanlarda yazanları, pozanları var axı. Elə o hafta boy qiymət, 3də 1 qiymət. Və salam. Ona görə elə KAMAZ, maşın. Hə, bu da mənə bir KAMAZ istəmişdi bu şah. Adam ona da hədiyyə ver ona. Və salam. Ay millət. Villaları satırdılar. 10 milyonluq, 20 milyonluq. Ay ki, tarixi əsərləri qaçırtdılar. İndi də Qarabağda hələ görüləsi işin heç 1% görülməyib. Ay ki, 100 kəndin heç bir kəndi düzəməli tikilməyib. İnfrastrukturları yoxdur. Kəndi tikməklə də öyle. Birinci alt yapı, üst yapı yoxdur. O hamısı uçulası evlərdir. İkinci də insanların yaşaması üçün orada oranın bazarı olmalıdır, oranın iş yeri olmalıdır. Onların qazanç üçün, sosial təminatı üçün müxtəlif sahələr orada işinə başlamalıdır. Heç də yoxdur. Yəni Qarabağda görüləsi işin 5 il ərzində heç 1%-ni görməyib. Həmən bu texnikaları niyə satırsınız hə? Qaçırsınız mı? Buna bax. Hətta nə deyiblər ha? Yaralı yer nədir? Hətta İlham Əliyev göstəriş verib ki, ermənilər istəsə, gürcülər istəsə, Türkiyədən almaq istəsələr, gəlsinlər alsınlar. Satın deyir. Hamısını satın. Ay, sağ ol. Təyyarələr satayan burada mənə atıbdır. Burada istəmirəm göstərəm. Bu bəzi jurnalistlərə də dedim, Fikrət bəyə də dedim. Burada nə qədər şey atıblar mənə. Bunları efirə vermək istəmirəm. Bu Fikrət, hanı Fikrət? Allah bax, atıbdır da bu. Atıb hamısını. Efirə vermək istəmirəm bunları. Birbaşa İlham Əliyevin azal təyyarələrini satışa çıxartdığını, yük və ya sərnişin təyyarələr, hətta özəl təyyarələr var, balaca jet. Onları da satışa çıxardıblar. Ay başınıza dönüm dolanayım sizin.
Ha, indi Sabah İlham Qaçanda bax şirkətləri də satır, villalar da satır. Sabah İlham Qaçanda görəcəksiniz ki, o Kürdəmir nə bilim bu anda nasoslu hərbi təyyarələr belə satıb görəcəksiniz. Yarısı Erməniyə satıbdı, yarısını nə bilim Gürcüyə satıb, yarısını nə bilim Ukraynaya satıb. Hərbi təyyarələri belə satıb qaçacaq bu vicdansız. Dəhşətdir. Adama deyirlər, bax bunları niyə satırsan sən? Bunları niyə satırsan? Bu xalqa lazımdır, orada tikinti işləri. Buna bax. 2012-ci ildir. Belə bir maşınımız var. Yüzlərlə. Dəst komplekti. Nə deyir 45? 2012-ci ildir. Belə bir maşınımız var. 45 min manata dəst komplekti. Oo. 47 O 45 bin manat dediği maşın var ha. 200 minə yaxın qiyməti var onun. 200 minə yaxın. 55 sterlalı pompa var. 40 kubluq alüminium çən var. Arxa qapı universaldır, balqa paravandır. Sonra bir dənə Ford Cargo var 9 min manat. 9 kubluqdur 20 min manatdır. Mazdın arxasında 28 kubluq dəmir kuzadır. Belə bir qoşa bir ovadır. İndi bir bunu nə etmək olardı? Mən sizə deyim də. Bunu qardaşlar birbaşa şirkətin avtos dayanacağıdır. Belə deyək də, nə deyirlər buna? Garajı. Garajda yoxdur, səhra garajda deyək. Birbaşa şirkətin Qarabağ çöllərində şirkətin ya Bakı çölləri olsun. Şirkətin dayanacaqda avtomobil dayanacaq yeridir. Birbaşa bunları zapças edib sata da bilərdilər, amma vaxt yoxdur. Qaça-qaçdır. Bunları necə deyirlər, leasingdən də sata bilərdilər. Yəni Liboy maşın satılan o yerlər var da, onlar reklamını qoyub, məsələn, ilkin ödənişi məsələn 5000 manat, qalanını hissə-hissəli belə də sata bilərdilər. Amma yox. Ancaq o villalarda həmçinin onlar leasingdən də sata bilərdilər. Kreditdən də sata bilərdilər. Amma yox, İlham Əliyev qaçır. İlham Əliyev qaçır. Hamısını satıb qaçır İlham Əliyev.